Reallıq olmaq, prinsipa uyğun olmaq demək deyil. Onlar fərqli şeylərdir. Dua edirəm, bir şey istəyirəm. Ola bilər istədiyimi verməyəcək. Nifrət eləyirəm ümid etməyə və ümid verməyə. Psixoloqun nə gücü var gəlsin, depressiyada olan adamı depressiyadan çıxartsın. Çətin məsələdir. Adam intihara gedir. Biz əslində ümidi tamam başqa bir formatda yanlış anladığımıza görə bizim hansısa gözləntilər özünü doğrultmayanda biz deyirik ki, ümid işləmir əslində. Ümid insanı passivliyə aparır. Ümid elə bilirəm bir Allaha bağlananda insanda yəqin yarada bilər. Belə dua eləməyin ki, mən heç bir çətinliklə üzləşdirmirəm. Bu qəbul olmayacaq. Yəni, bu dünyanın mahiyyəti faktiki olaraq çətinliklərlə yoğrulub. Ümid mənim istəyim həyata keçəcək formasında deyil. Sən özünü dərk eləməmisənsə, heç nəyi dərk eləyə bilməyəcəksən. Bir dənə özünə qayıt, özünə dönüş elə. Gör özün kimsən. Bəzi şeylər var, lazımdır insana. Amma onun lazım olduğunu hamı dərk eləmir. Amma hamı üçün lazımdır. Bir sorğu keçiriblər. Hər 5 yeniyetmədən biri ümidsizdir.